danışır. Və buyurur ki, Subhanahu teala innemel mu'minunellezine izâ zukirallahu vecilet kulubuhum ve izâ tuliyet aleyhim âyetuhu zâdetum imâne ve alâ rabbihim yetevekkelun. Həqiqi möminlər onlardır ki, Allahın ayətləri onlara oxunduqda qəlbləri titrəyər, qəlbləri qorxar, subhanallah. Allah bizə elə qəlblər nəsib eləsin, ya Rab. Və sonra innemel mu'minunellezine izâ zukirallahu vecilet kulubuhum ve izâ tuliyet aleyhim âyetuhu. Onun ayətləri ona oxunduqda imanları artar. Allahın ayətləri onlara oxunduqda imanları artar. Və alə rabbihim yetevəkkelun. Və öz Rəblərinə təvəkkül edərlər. Öz Rəblərinə təvəkkül edərlər. Bu möminlərin sifətindən imiş. Sonra Allah Subhanahu davamında buyurur ki, namazı qılarlar, Allah yolunda verilənlərdən, Allah Subhanahu deyir ki, bizim onlara verdiyimizdən Allah yolunda infaq edərlər. Burada da fayda var ki, verilən Allahın verdiyidir. İnsanın özünün qazancı deyil də, qazancı deyil. Bizim onlara verdiyimizdən Allah yolunda infaq edərlər. Deməli, 5 sifəti oldu möminlərin düzü. Hansılar idi? Allahın adı çəkildikdə qəlbləri titrəyər, ayətləri onu oxunduqda imanları artar və öz Rəblərinə təvəkkül edərlər. Ona görə dedim ki, qardaşa, soruşmaq istəyir ki, insan necə mömin olsun. Və namazı qılarlar, təvəkkül edərlər, namazı qılarlar, infaq edərlər. Siz deməyin, bu 5 sifət nədir? Möminlərin sifətlərindən imiş. Sual olsa ki, tək 5 sifətdir mi? Xeyr. Allah Teala Müminin surəsində vəsf edir möminləri 10 sifət sayır. İlk 10 ayəsində Müminin surəsində Allah Subhanahu möminlər başqa cür vəsf edir.